Yahudilərdə var idi bu. İldə bir dəfə Yerusəlimə gəlirdilər, Davudun tikdiyi məbədi ziyarət edirdilər. Bu Kaylas dağında var, Hindistanda. Məsələn, Buddistlər eləyərlər, Hinduistlər eləyərlər. Bu əksər dinlərdə ziyarət anlayışı var. Bundan başqa, məsələn, müqəddəs insanların qəbirlərini ziyarət eləyərlər. Bu ziyarətin və bu həccin, Quran da deyir, gəlin, bilin ki, nəyin arxasındasınız. Hikməti nədir? Həccin əslində qiyamətin kiçik bir təsəvvürüdür, canlandırmasıdır. Yəni o ilahi yolculuğun, insan həyatındakı o ilahi yolculuğun teatrallaşdırılmış bir formasıdır əslində. Səhnələşdirilmiş. Yəni insan yaşayır, müəyyən yollardan keçir, gedirik, çıxırıq, uzaq məsafələr qət edirik, Arafata gedirik, dua edirik, Allahın orada qoyduğu qaydalardan uzaq dururuq, yarpağı qopartmaq olmaz, insana ağır söz demək olmaz. İbadətlə keçiririk, insanlara, varlıqlara zərər vermirik, yeri gəlir, şeytana simvolik daşlar atırıq. Simvollar. Və nəticə itibarilə gəlirik, Tanrının qulluğuna çatırıq. Yəni, Kəbədə bu işi tamamlayırıq və bunun bir şükrü olaraq qurban kəsirik. Yəni, ümumi mənada insan həyatının bəlkə də ən yığcam, simvolik təsviridir. Teatrallaşdırılmış bir mənzərəsidir. Bu baxımdan öz içərisində çoxlu simvollara ihtiva edir. Anlamayanlar bunu da anlamır. Şübhəlim. Deyir, nə mənası var? Gedib orada daş atırsınız, şeytan oradadır ki, bəyən daş atırsınız. Yəni, bunu anlamaq bu qədər mi çətindir? Yəni, bunu anlamaq bu qədər mi çətindir? Yəni, bir müsəlman gedib həzdə şeytana daş atırsa, şeytan orada dayandığı üçün daş atmır. Yəni, bu necə düşünürsünüz? Yəni, düşünürsünüz ki, həqiqətən mi belədir? Yəni, Kəbənin ətrafında dönməyi Allahın başına dönmək kimi mi anlayırsınız? Yəni, necə? Hər yerdə. Elə bilirsiniz ki, müsəlmanlar bu şəkildə mi yanaşır? Yəni, bu, o simvolizmi anlamamaq və məsələni süfli dərəcəyə çatdırmaqdır. Ki, İbrahim yolunun peşindəyik biz. İbrahimin getdiyi yolun izində olmaq deməkdir. Yəni, insanlar gedirlər orada, İbrahimin durduğu məqamda durub namaz qılmaq istəyirlər. Yəni, bu özünü o yola fəda etmək deməkdir. O yola həsr eləmək deməkdir. Biz də Allah axtarırıq. Biz də Allah axtarırıq. Biz də İbrahim kimi o, necə ki, səhrada sabah-sabah oyandı, daha Rəbbini hikmətlə axtardı İbrahim. Hikmətlə axtardı. Rəbbini hikmətlə axtardı. Çıxdı, günəşi gördü. Dedi ki, hər halda bu ən böyükdür, dedi. Mənim Rəbbim budur. Ayı gördü sonra. Baxdı ki, batır. Yəni, batanlar Rəbb ola bilməz, dedi. Ayı gördü. Eyni şəkildə. Ən sonunda bu hikmət yolçuluğu ilə axtara-axtara gətirdi, Yaradanı tapdı və o ünsiyyəti təmin edə bildi.